musiqi də qaydacaq. Yemək də qaydacaq, hər şey qaydacaq. Bir qayıtmayan vicdan qeyrətdir. Azərbaycanın vicdanı var, qeyrəti var. Vicdanlı, qeyrətli oğulları, xanımları var. And olsun Allaha ki, bu şeylər ha desəz. Bu şeylər də eləyən insanlar, əksəriyyəti 5 manat, 3 manat pulu. Bu bilir ki, bir dənə söz deyim də. Bu xanım bilir ki, bu xanım bu filan kəsin öyün dağıtdı. Ay, sağ ol. Özdə bunun da 2 uşağı var, bir uşağı var. Mən də onları hangi şeyin bilirəm ha? Sonra təzədən bu xalq, bu cəmaat olaraq birgəlik yoxdur bizdə. Xanımlarda da birgəlik yoxdur. Bunların da hamısının başı çaşıb. Denən ki, o filan kəsin ailəsini dağıdıb. O olmaz bizim elimizdən, məkanımızdan içəri girmək. Olmaz. Yəni bunu, ay kişi, sənə qurban olum. Bunu hamı bərabər olaraq, o rus dilində deyirsiniz, boykot eləsin, nə bilim, bilmirəm, nə eləsin, ha? Nə deyirlər ona? Yo, ən azından boykot çağırmasınlar, yəni, olmaz. İmkan verməsinlər yəni, buna. Biz and olsun Allaha, deyirlər, çıxırlar ağızlarına gələn deyirlər, yeni yetişən uşaqlar da başlayır bunların yolu ilə gedməyə, yarı çılpaq. Bax, əyinlərin soyunduqca bunlara artıq pul verir. Bu da üzü o izə gedir da. Nədir daş dövrünə gedirsiniz da, bədbaxt uşaq bən. Kimlər deyirlər axı? Nədir daş dövrünə Televiziyanın gedirsiniz? qoyun qırağı, bunlara pul verənlər kimdir? Bunlara meydanda pul xərcləyənlər kimdir? Özlərin daş dövrünə, and olsun Allaha, bunlar daş dövrünə gedir, dədəmin görək. Onsuzca da sağlığı görüb dünya da ora gedir, ha. Çünki bu yükü, bu vicdansızlığı, namussuzluğu, qeyrətsizliyi and olsun Allahın izzəti cəlalını Allah götürməyəcək. Və bu şey dağılmalıdır. Elə şey olar ha. Gəl sən ağzıma gələn danış burada. Belə şey danışarlar ha kişi. Kim nə oldu danışır. Kim nə oldu danışır. Sonra indi deyəndə deyirlər ki, bu da başladı danışmağa. Mən nə danışım? Burada gəlim nə danışım? Deyim ki, yaxşı eləyirsiniz. Günü-gündən lütlənirsiniz. Yaxşı eləyirsiniz. Elə şey olar. Geyim olar, açıq da geyim olar. Mən valla pis də baxmıram. Normal geyinən xanımlar var. Belə də var, elə də var. Ha, qardaş. Bunu biraz nizamında tərəzisində eləyən da. Sonra da, nə bilim, Jennifer Lopes'u görürlər, filan kəs. Quran haqqı sizdən yaxşı geyinir. Bizim Azərbaycan oxuyanlarından and olsun Allaha yaxşı geyir. Bunlar ancaq dünyanın harada sarsaq şeylər var. Bax, bir dənə şey deyirəm, burada durub gedirəm. Harada axmaq, gərəksiz, harada səviyyəsiz şey var. Bu cəmaatın, əksəriyyəti cəmaat deyəndə xalq deyəndə belə bu oxuyanlar olsun. Hamısı pis şey götürür. Heç yaxşı şey götürən yoxdur. Mən bayaq bunu dedim ki, biz Avropadan yalnız lütlənməyi götürürük, mədəniyyət